Salam, elektronika dünyasına xoş gəlmisiniz. Bugün biz demək olar ki, hər bir elektron cihazın içində olan, amma çox vaxt heç kimin fikir vermədiyi kiçik bir detaldan danışacağıq. Müqavimətlər, yəni rezistorlar. Onlar əslində texnologiyanın gizli qəhrəmanlarıdır. Gəlin görək, niyə bu qədər vacibdilər? Yol xəritəmiz də çox sadədir. Əvvəlcə müqavimətin nə olduğunu başa düşəcəyik, sonra onların növlərinə baxacağıq, haralarda istifadə olunduğunu öyrənəcəyik, o rəngli zolaqların sirrini açacağıq və sonda onların necə işlədiyinə və gələcəkdə bizi nələrin gözlədiyinə nəzər salacağıq. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Müqavimət dediyimiz şey əslində nədir və nə işə yarayır? Bunu anlamağın ən asan yolu bəlkə də su bənzətməsidir. Fərz edin ki, elektrik cərəyanı bir borudan axan sudur. Bax bu vəziyyətdə müqavimət həmin borunun üstündəki krandır. Kranı biraz sıxırsınız, su yavaşlayır. Çox sıxırsınız, demək olar ki, dayanır. Müqavimət də eyni ilə bunu edir, amma suya yox, elektrik cərəyanına. Texniki olaraq desək, müqavimət adından da göründüyü kimi elektrik cərəyanına müqavimət göstərir. Onun əsas işi dövrədəki cərəyanın axınını məhdudlaşdırmaq, yəni onu idarə etməkdir. Beləliklə, dövrədəki digər həssas komponentləri həddindən artıq cərəyandan qoruyur. Sanki bir növ tənzimləyicidir. Və bütün bunların arxasında dayanan çox sadə, amma çox güclü bir qanun var. Ohm qanunu. Bu, elektronikanın əlifbası kimidir. Yəni, gərginlik V bərabərdir cərəyan I vurulsun müqavimət R. Bu sadə düsturla bir dövrədə nələrin baş verdiyini dəqiq hesablamaq olur. İndi ki, müqavimətin nə olduğunu anladıq, gəlin görək onların hansı növləri var. Çünki onu da deyim ki, hər iş üçün fərqli bir müqavimət növü istifadə olunur. Ümumiyyətlə, onları iki böyük qrupa ayıra bilərik. Sabit və tənzimlənən. Sabit olanların dəyəri, zavodda nə qoyulubsa odur, dəyişmir. Amma tənzimlənənlər, məsələn, köhnə radiolardakı səs düyməsini xatırlayırsınız, onu fırladanda səsi artırıb azaldırdınız. Bax, o, əslində bir potensiometrdir, yəni tənzimlənən müqavimətdir. Hətta sabit müqavimətlərin öz içində də növləri var. Məsələn, karbon film olanlar daha ucuzdur, daha çox istifadə olunur. Amma bəzən siqnala biraz səs-küy qata bilərlər. Metal film isə daha dəqiqdir, daha təmiz işləyir. Ona görə də yüksək keyfiyyətli səs sistemləri kimi həssas yerlərdə məhz ondan istifadə olunur. Və indi gəldik ən maraqlı yerə, ağıllı müqavimətlər. Bunlar demək olar ki, ətraf mühitə reaksiya verirlər. Məsələn, termistorlar temperatura həssasdır. Bəziləri qızdıqca müqaviməti azaldır, bəziləri artırır. Bir də var fotomüqavimətlər. Bunlar da işıqla danışırlar. Hava qaralanda avtomatik yanan küçə lampalar var ha? Bax, onların içində çox güman ki, bunlardan var. Yaxşı, bu qədər növ. Bəs bunlar bizim nəyimizə lazımdır? Gündəlik həyatımızda bu balaca qəhrəmanlar harada gizlənirlər? Gəlin baxaq. Əslində hər yerdə. Məsələn, istənilən cihazın üstündəki o kiçik LED işığını götürək, o işığın partlamaması üçün onun qarşısına mütləq bir müqavimət qoyulur ki, cərəyanı məhdudlaşdırsın. Və ya bayaq dediyimiz səs ucaltma məsələsi. Hətta evdəki elektrik sobası və ya qızdırıcılar var, ha? Onlar da məhz müqavimətin cərəyanı istiliyə çevirməsi prinsipi ilə işləyirlər. Texnologiya inkişaf etdikcə, təbii ki, müqavimətlər də kiçilib. Əvvəllər barmaq boyda olan müqavimətlər indi cibinizdəki smartfonun içində gözlə görə bilməyəcəyiniz qədər kiçik, millimetrlərlə ölçülən, bəlkə də milyonlarla müqavimət var. Buna SMD, yəni səthə montaj texnologiyası deyirlər. İndi isə keçirik ən praktik hissəyə. Heç o müqavimətlərin üstündəki rəngli zolaqlara fikir vermisiniz? O zolaqlar əslində bir dildir, bir şifrədir. Gəlin bu şifrəni birlikdə açaq. Proses əslində çox asandır. Baxın, birinci rəngli zolaq bizə birinci rəqəmi verir. İkinci zolaq ikinci rəqəmi. Artıq əlimizdə iki rəqəmli bir ədəd var. Üçüncü zolaq isə deyir ki, bu ədədin arxasına neçə dənə sıfır əlavə edək. Vəssalam. Dördüncü zolaq isə tolerantlıqdır. Yəni, dəqiqlik dərəcəsidir. Bir növ səhv payı kimi düşünə bilərsiniz. Bax, bu cədvəl sizin bələdçinizdir. Gəlin bir nümunəyə baxaq. Tutaq ki, zolaqlar belədir. Qəhvəyi, qara və qırmızı. Cədvələ baxırıq. Qəhvəyi 1, qara 0. Oldu 10. Qırmızı isə vurandır. Yəni, arxasına 2 0 əlavə et. Oldu 1000 ohm. Yəni, 1 kilo ohm. Son zolaq da məsələn qızılıdırsa, deməli bu dəyər 5% yuxarı aşağı oynaya bilər. Bu qədər sadə. Biraz məşq etsəniz, heç cədvələ də ehtiyac qalmayacaq.
Artıq müqavimətləri tanıyırıq, hətta onların dilini də bilirik. İndi gəlin biraz daha dərinlənək. Görək bunlar atom səviyyəsində necə işləyir və bəlkə də ən maraqlısı, gələcəkdə onları nə gözləyir? Baş verən proses əslində çox məntiqlidir. Müqavimətlər elə materiallardan hazırlanır ki, elektronlar onların içindən rahat keçə bilmir. Təsəvvür edin, elektronlar bir dəhlizdə qaçan insanlardır, müqavimət isə o dəhlizi daraldan, maneələrlə dolduran bir şeydir. Elektronlar o maneələrə dəyə-dəyə, sürtünərək keçirlər və bu zaman enerjilərinin bir hissəsini istilik şəklində itirirlər. Məhz buna görə də cəryan zəifləyir. Yaxşı, bəs bu qədər. Müqavimət 100 ildən çoxdur ki, elektronikanın təməlidir. Bəlkə də hekayəsi artıq bitib. Texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir dövrdə bu balaca komponent üçün gələcək varmı? Cavab qətiyyən xeyr. Müqavimətin hekayəsi deyəsən tərzə başlayır. Alimlər elə bir şey üzərində işləyirlər ki, bu fantastik səslənir. Təsəvvür edin, dəyərini sadəcə elektrik gərginliyi verərək anında dəyişə bilən müqavimətlər. Bu nə deməkdir bilirsiniz? Bu o deməkdir ki, gələcəyin dövrələri özləri düşünə, özlərini şəraitə uyğun anında tənzimləyə biləcəklər. Yəni, bu 100 illik sadə görünən komponent sabahın super ağıllı texnologiyalarının təməl daşına çevrilir. Bu da bizə bir daha göstərir ki, bəzən ən böyük innovasiyalar elə ən kiçik detallarda gizlənirmiş.